Gürcüstan Azərbaycana qoyun tədarükündən qazancını dəfələrlə artırıb. Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycana 1,3 milyon Amerika Birləşmiş Ştatları dolları dəyərində diri qoyun ixrac edib. Gürcüstanın Milli Statistika İdarəsinin yaydığı məlumata əsasən bu 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Azərbaycan Gürcüstandan qoyun tədarük edən ölkələr sırasında Səudiyyə Ərəbistanı və Qətərdən sonra 3-cü yerdə qərarlaşıb. Bəs niyə ərazisi Azərbaycandan təxminən 17.000 kvadrat kilometr az olan Gürcüstan heyvanı ixrac edir, Azərbaycan isə kənardan alır? Materialda bu suala aydınlıq gətirilir və vəziyyətdən çıxış yolu göstərilir. Araşdırmamız zamanı məlum olur ki, bu məsələdə obyektiv və subyektiv səbəblər var. Aydın olur ki, Gürcüstan ərazisinin Azərbaycandan kiçik olmasına baxmayaraq, xırdabuynuzlu heyvan, xüsusilə qoyun tədarükü və ixracında önə çıxması, ölkədəki daxili tələbatın aşağı olması, zəngin təbii otlaq ekosistemi, aqrar ixrac siyasəti, daxili istehlak fərqi və din faktoru ilə bağlıdır. Gürcüstan əhalisinin əksəriyyəti xristian olduğu üçün daxili bazarda qoyun ətinə tələbat olduqca aşağıdır. Əhali daha çox donuz, mal və quş ətinə üstünlük verir. Bu səbəbdən yetişdirilən xırdabuynuzlu heyvanların demək olar ki, 90%-i ixrac potensialı, yəni artıq məhsul kimi sərbəst qalır. Beləliklə, Gürcüstan yetişdirdiyi xırdabuynuzlu heyvanları birbaşa xaricə sataraq təmiz valyuta qazanır. Azərbaycanda isə qoyun ətinə yüksək tələbat var. Ölkəmizdə qoyun əti ən çox istehlak olunan ət növlərindən biridir. Daxili istehsal bu yüksək tələbatı tam ödəmədiyi və son illərdə yerli heyvan sayı azaldığı üçün ölkəmiz qonşu bazardan diri heyvan ixal edir. Gürcüstanın Kaxeti, Samtskı, Cavaxeti kimi regionlarında geniş və məhsuldar dağlıq otlaqları mövcuddur. Heyvanlar ilin böyük hissəsini sərbəst otlaq şəraitində keçirir. Bu, sənaye yemlərinə olan ehtiyacı minimuma endirir və heyvanların ətinin maya dəyərini kəskin şəkildə ucuzlaşdırır. Azərbaycandakı hazırki vəziyyət isə yerli heyvanların sayının kəskin azalması, otlaqların degradasiyası və sənaye yeminə asıllığın artması ilə xarakterizə olunur. Son 10 il ərzində Azərbaycanda xırdabuynuzlu heyvanların sayı 25% azalıb. 2026-cı ilin əvvəlinə olan rəsmi məlumata görə ölkədə cəmi 6.757.000 baş xırdabuynuzlu heyvan qalıb. Bu rəqəm əvvəlki illərdə 8,4 milyondan çox idi. Heyvan sayı kəskin azaldığı halda əhalinin artımı və urbanizasiya səbəbindən ət məhsullarına olan daxili tələbat təxminən 25% artıb. Bu disbalans birbaşa daxili bazarda ətin bahalaşmasına səbəb olur. Torpaqların təyinatının dəyişdirilməsi də mənfi tendensiyanın yayılmasına səbəb olub. Məsələn, əvvəllər qışlaq və yaylaq kimi istifadə olunan bir çox geniş ərazilər son illərdə pambıq, taxıl və digər kənd təsərrüfatı bitkilərinin əkini üçün dövriyyə cəlb edilir. Bu da ənənəvi köçəri heyvandarlıqla məşğul olan fermerlərin örüş sahələrini kəskin məhdudlaşdırıb. Nəticə etibarilə təbii otlaq tapmayan fermerlər heyvanları qapalı şəraitdə sənaye yemləri, o cümlədən arpa, kəpək, quru otla bəsləməyə məcbur olurlar. Yem qiymətlərinin baha olması qoyunçuluğun rentabelliyini aşağı salır və kiçik təsərrüfatların bağlanmasına gətirib çıxarır. Beləliklə, Azərbaycan daxili tələbatı ödəmək üçün Gürcüstan və digər xarici bazarlardan diri heyvan və ət ixalını artırmağa məcbur olur. Gürcüstan qoyunçuluğu isə tamamilə xarici bazara uyğunlaşdırılıb. Azərbaycanla yanaşı Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və İraq kimi halal ət tələb edən, yüksək qiymət təklif edən yaxın şərq ölkələrinə böyük həcmdə diri heyvan ixrac edir. Gürcüstanın baytarlıq və qida təhlükəsizliyi sistemi beynəlxalq standartlara, məsələn, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğunlaşdırılıb. Bu da onlara heyvanları həm diri, həm də kəsilmiş formada maneəsiz ixrac etmə imkanı verir. Gürcüstan həm də regional diri heyvan ticarətində mərkəz rolunu oynayır. Bəzən qonşu ölkələrdən, məsələn, Ermənistandan gətirilən heyvanlar Gürcüstan daxilində bəslənilərək və ya birbaşa Gürcüstan mənşəli sənədlərlə digər ölkələrə ixrac edilir. Bəs Azərbaycanda bu mənfi tendensiyanı dəyişmək üçün nə iş görüləcək? Bu günlərdə Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair
2026-2030-cu illər üçün dövlət proqramı qəbul edilib. Proqram çərçivəsində 2030-cu illərə qədər qoyun əti istehsalının azı 9% artırılması, heyvanların sayının 10% yüksəldilməsi, özünü təmin etmə səviyyəsinə nail olunması nəzərdə tutulur. Heyvandarlığı açıq otlaqlardan mərhələli şəkildə qapalı, intensiv və yarı intensiv fermer təsərrüfatı modelinə keçirmək planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurun zəngin yaylaq və qışlaq potensialından istifadə etməklə yerli qoyunçuluğu yenidən bərpa etmək düşünülür. Azərbaycanda 300 yeni yarım intensiv qoyunçuluq təsərrüfatının yaradılması planlaşdırılır. Bundan başqa 480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur. Heyvanlar üçün içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə 100 subartezian quyusunun qazılmasının dəstəklənməsi də nəzərdə tutulur. Həmçinin Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək. Məlumdur ki, yerli heyvanların cins tərkibini yaxşılaşdırmaq üçün süni mayalanma yolu ilə doğulan hər bir sağlam buzova görə fermerə birbaşa 100 manat nağd subsidiya ödənilir. Amma görünən odur ki, bu mexanizmdə heyvan sayının artmasına və bazarda ətin qiymətinin enməsinə, heç olmasa stabil qalmasına təsir etməyib. Yeri gəlmişkən, heyvandarlıqda daxili xərcləri azaltmaq üçün heyvan və quşçuluq təsərrüfatlarında istifadə olunan yem və yem əlavələrinin satışı, həmçinin xam mal idxalı ƏDV-dən azad edilib. Bütün bu tədbirlərin Azərbaycanın ət bazarında qiymətlərə necə təsir edəcəyini zaman göstərəcək. Bəs heyvandarlığın inkişafında nəzərə çarpacaq müsbət dəyişikliyə nail olmaq üçün daha nələr etmək lazımdır? Heyvanların cins tərkibi yaxşılaşdırılmalı, yüksək məhsuldar cinslərə keçid edilməlidir. Məsələn, yerli az ət və süd verən qoyunların, eləcə də inəklərin cins tərkibi əvəzlənməlidir. Onların əvəzinə süni mayalanma və idxal yolu ilə ətli istiqamətli xarici cinslərin payı artırılmalıdır. Çünki az heyvandan daha çox ət almaq otlaq sahələrinə düşən yükü azaldır. Müasir intensiv fermalar çoxalmalı, qapalı bəsləmə modelinə keçid genişləndirilməlidir. Ekstensiv heyvandarlıqdan qapalı və ya yarı qapalı sənaye tipli kökəltmə təsərrüfatlarına keçid sürətləndirilməlidir. Çünki bu fermalarda avtomatlaşdırılmış yemləmə sayəsində heyvan daha az hərəkət edir və sürətlə çəki yığır. Ən əsası qiymət zənciri qısaldılmalıdır. Bunun üçün birbaşa satış mərkəzləri yaradılmalı, diler və ya vasitəçilərin sayı minimuma endirilməlidir. Heç kimə sir deyil ki, hazırki vəziyyətdə fermerlə qəssab və ya market arasında 3-4 vasitəçi var. Hər biri qiymətin üzərinə faiz qoyur. Bu isə təbii olaraq məhsulun bahalaşmasına birbaşa təsir edir. Ona görə də regionlarda müasir kəsim məntəqələri və soyuducu ambarlar yaradılmalı, heyvan birbaşa fermadan şəhərə daşınmalıdır. Eyni zamanda fermerlərin maliyyə əlçatanlığı yaxşılaşdırılmalıdır. Məsələn, fermerlərə uzun müddətli 5-7 illik və güzəştli dövrü olan illik maksimum 2-3 faizli heyvandarlıq kreditləri verilməlidir. Bu pullar cins heyvan alışı və müasir sexlərin qurulmasına yönəldilməlidir. Əgər bu tədbirlər reallaşsa, iri və ya xırdabuynuzlu heyvanların sayı kəskin çoxalar, daxili istehsal artar, bazarda ət və ət məhsulları, eləcə də süd və süd məhsulları ucuzlaşar. Həmçinin idxaldan asıllıq və Azərbaycandan xaricə valyuta axını azalar.